Bakının Xətai rayonu Qədir Məmmədov və Cavanşir küçələrinin kəsişməsi növbəti qanunsuz tikinti faktı ilə gündəmə gəlib. Sözü gedən ərazidə tikinti materialları satan dükan heç bir rəsmi icazə olmadan obyektini genişləndirir, açıq-aşkar artırma işləri aparır. Məsələ təkcə şəhərsalma qaydalarının pozulması ilə bitmir. Bölgə TV xəbər verir ki, Media TV Azın redaksiyasına daxil olan ciddi və narahat edici məlumata görə obyektin arxa hissəsindən strateji əhəmiyyət daşıyan boru xətti keçir. Belə bir ərazidə nəinki tikinti aparmaq, hətta torpaq işləri görmək belə ciddi təhlükə mənbəyidir. Xətai rayonunda ərazidə aparılan bütün tikinti işlərinin nəzarət Xətai rayon icra hakimiyyətinin birbaşa səlahiyyətinə daxildir. Qanunvericiliyə əsasən icra hakimiyyəti icazəsiz tikintilərin qarşısını almağa və dərhal tikinti dayandırmağa borcludur. Bu qədər açıq qanun pozuntusu aidiyyəti qurumların xəbəri olmadan mümkündürmü? Yoxsa sahibkara hansısa səviyyədə toxunulmazlıq verilib? Strateji boru xətləri qaz, su və ya digər mühüm kommunikasiya xətləri xüsusi mühafizə zonalarına daxildir. Bu zonalarda tikinti işləri aparmaq qanunla qadağandır və bu cür hallarda Fövqəladə Hallar Nazirliyi, müvafiq kommunal qurumlar və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dərhal reaksiya verməlidir. Adi vətəndaş bir hasar çəkəndə cərimələnir, amma strateji boru xəttinin yaxınlığında obyekt böyüdülür, nə protokol var, nə də iş dayandırılır. Bu artıq sadə qanun pozuntusu deyil, ictimai təhlükəsizliyə açıq təhdiddir. Ən acınacaqlı isə odur ki, bütün bu risklərə baxmayaraq qanunsuz artırma işləri gündüz vaxtı açıq şəkildə davam etdirilir. Bu da onu göstərir ki, obyekt sahibi özünü toxunulmaz hesab edir. Xətai rayon icra hakimiyyətini, Fövqəladə Hallar Nazirliyini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və strateji boru xəttlərinə cavabdeh olan qurumlar məsələyə dərhal müdaxilə etməlidirlər. Bu gün susan məmurlar bilməlidir ki, strateji boru xəttinin üzərində aparılan qanunsuz tikintinin nəticələri sabah faciəyə çevrilərsə, xəbərimiz yox idi arqumenti heç kimi xilas etməyəcək. Yazda adı keçən qurumların və şəxslərin cavab haqqını tanıyırıq. Rəna Rövşənqızı, Bölgə TV.